Əgər əməllərimizi öz zövqümüzə uyğun seçiriksə, bu deməkdir ki, hansı əməl xoşumuza gəlir, onu yerinə yetiririk, hansı əməl xoşumuza gəlmir, onu tərk edirik. Bəni İsrail barədə Allah Taala Qur'an-ı Kərimdə buyuranda, ayədə buyurulur ki, "Kullama ca'ahum rasulun bima la tahva anfusuhum." Allah hər dəfə onlara peyğəmbər göndərəndə, onlar peyğəmbərin buyruqlarına, onlara gətirdiyi əməllərə, şəriət əməllərinə baxardılar. Öz zövqlərinə uyğun olmayanda yerinə yetirməzdilər. Nəinki əməli yerinə yetirməzdilər, hətta Allah buyurur ki, "Fariqan kəzzəbu." Hətta zövqlərinə uyğun danışmayanda peyğəmbər, o peyğəmbəri təkzib edərdilər. Deyərdilər, bu yalancıdır, bu özündən danışır. Sonra buyurur ki, "Və fariqan yaqtulun." Bəzən də məsələ o yerə gəlib çatardı ki, zövqlərinə uyğun peyğəmbər olmayanda, zövqlərinə uyğun danışmayanda hətta peyğəmbəri öldürərdilər.